gecə Allaha sığınaq deyək, axırıncı gecəmizdir. Son Qədr gecəsi ən çox ehtimal olunan, məsələn, Allahdan qorxmasaydım, deyərdim elə Qədr gecəsi bu gecədir. Yəni o qədər hədislər çox möhkəm deyib bu gecə üçün, Qədr gecəsi olması. Çünki tam bildirilməyib deyə tam qətiyyətlə demək olmur, amma Qədr gecəsinin bu gecə olmasına ehtimal hamısından qat-qat çoxdur. Bu gecə Allahın özünə sığınaq deyib. Gəlin bir yerdə, evlərimizdə Allaha söz verək. Allaha söz verək ki, yaxşı olacaq sabahdan. Mən Allahla münacat edirəm və indi duaya başlayacaq. Hamının diqqəti məndə olsun, hamı qoşulsun öz evindən mənim bu münacatıma.